Kərəmət bəy deyir ki, eksperiment keçirdi. Eksperiment mənim. Lənkəranda böyümüşəm. Uşaqlığımdan meyxanaya qulaq asıram. Rus dilini ana dilim kimi bilirəm. Öyrənmişəm, rusca oxumuşam məktəbi, amma meyxanaya da qulaq asmışam. Ali təhsilim də var və heç bir kriminal bağlılığım yoxdur. Avtoxuliqan deyiləm, çöldə dalaşmıram, kimləsə nəsə eləmirəm. Yəni o sizin dediyiniz eksperiment nəyi ki keçirmək istəyirsiniz, o mənim. 25 yaşımda. Həm də meyxana deyirəm. Bir dənə zəhmət olmasa bölməyib. Salam Sarvanın dediyi o qaqaş təfəkkürü bax buydu. Nadir, Yəni leksikon, danışıq tərzi, intonasiya artıq məsələn meyxana olduğu göstərdi. Mən o demək deyil, biz 10 milyonluq bir xalqıq. Subordinasiya qaydasını pozmamışam sizlə danışanda, elə fikirləşirəm. Yox Kərim bəy, siz bir nəfərsiniz, ola bilər indi mən durum analizin həyatınızdan analiz görürəm. Axı siz eksperiment aparmaq istəyirsiniz, ortaya bir nəfər qoyun. Mən Beethovenə qulaq asmamışam, mən Mozart'a qulaq asmamışam. Mən konkret şəxslər üzərində danışmıram. Ümumi gəldiyim, eksperiment apardığınız adam şəxsdir, insan qənaət belədir və sual şəklində qoyuram ki, sizcə o cəmiyyətə bu şəkildə yetişdirilmiş adamlar cəmiyyətə buraxılsa necə nümunələr? Bəli, mən sizlə razıyam. Mən sizə cavab verim. Deyirəm ki, bu təhsil məsələsidir. Bir insan əgər təhsilində problem varsa, o nəyə qulaq asırsa qulaq assın. O axırda gedəcək dalaşqan olacaq və ya nəsə olacaq. Təhsilli adama meyxana da qulaq asır. Kərim bəy, çoxmu təhsilli adam meyxanaya qulaq asır? Yaxşı, sizin fikriniz. Bəli, qulaq asan var, niyə yoxdur təhsil? Prosta sadəcə məsələ bilirsiniz nədir? Məsələ bugünkü meyxananın kontingentinin çox böyük olmasıdır. Kəmiyyət qalxdıqca da keyfiyyət aşağı düşür. Bu günləri Cəlil bəylə çöldə onu danışırdıq. YouTube trendlərində pis nümunələr həddən artıq çoxdur. Hamının söylediyi, təhqir elədiyi video bloger YouTube trendindədir hər gün. Demək, burada məsələ biz deyilik, məsələ toplum nəyə qulaq asırdı. Mən burada iki formada meyxana deyim. Birində qaydım hər hansısa bir deyək bir elmi nümunəni meyxana şəklində deyim. Birində də qaydım deyim ki, kəramət məndən zəifdir. Həmişə o kəramət məndən zəifdir sözü trend olacaq. Çünki insanlar komfort axtarırlar. Heç kim fikirləşmək istəmir. Oturub komfortlu divanda iki insanın mübahisəsinə baxmaq istəyir. Eyni insanlar sizə də mi qulaq asır? Yəni ümumən bu YouTube'a baxanlar. Yox, təbii ki, mənə də qulaq asır, amma mənim yəni o qədər kütləm yoxdur. Yəni məsəl üçün əminəm ki, siz buraya gələnə qədər məni tanımırdınız. Yəni mənim kütləm o qədər də çox deyil meyxanada. YouTube-da axtardıq və TED çıxışınızı izlədik, birlikdə izlədik, TED-də çıxış etmək. Bilirsiniz nədir məsələ? Meyxananı instinktiv şəkildə deyirlər. Yəni biz uşaqlıqda belə bir böyütmə forması var, razılaşmıram bu böyütmə forması ilə. Deyirlər ki, böyüdün, evə gəlmə. Uşaqlıqda çox adamı belə böyüdürlər. Həmin adam böyüyüb meyxana deyən olsa, ona biri qayıdıb deyəndə ki, yıxacam səni, deyir mən səni yıxacam. Bu instinktiv meyxanadır. Bunun üçün fikirləşməyə ehtiyac yoxdur. Vuraram səni, bu da deyir mən səni vuracam. Bu həmin adama desən ki, Xürrəm Babək kimdir meyxana ilə? Onun sənə verəsi cavabı yoxdur. Çünki məlumat yoxdur. Demək insanlar məlumatlanmalıdırlar. İstər bu meyxana deyən olsun, istər onun dinləyicisi olsun. Dinləyicinin zövqü nə qədər şiddətlənsə, meyxana deyəndən də çıxacaq söz o qədər keyfiyyətli olacaq. Dinləyici gəlir oturur deyir ki,